Değerli izleyiciler, elhamdülillah bildirçin cücələrini Bruder'e yerleştirmişik. Allah'a hamd olsun. Görürsünüz değerli izleyiciler. İstili içeriden normal olanda ne bir-birinin üstüne yığılırlar, yani bir piramid halında və yaxud da künclərə yığılmırlar. Bu o deməkdir ki, temperatur içeriden normaldır. İnşallah qapısını açaq, bəzi şeyler size izah edeyim. Deməli, değerli izleyiciler, birinci gün suları 24 saat adi su, ev şəraitində olan normal adi su 24 saat. Yemleri start yemdi. Mən Hövsandan aldım bu yemi. Start yemdi 23-25%'lik zülal, yəni protein. İstiliyi birinci gündən və bir neçə gün değerli izleyiciler 35 olmalıdır. Mən də orada bir 35'ten çoxdur, ona fikir vermeyin. Termometre düzü göstərmir. 35-36 normaldır inşallah və bir neçə gün belə 35 olacaq. Suyu dedim 24 saat. Sonra yerleri gördüğünüz parçadır və fikir verin. Temperatur normal olanda bildirçin cücələri bax belə səpələnirlər. Bax belə değerli izləyicilər. İnşallah davamlı video olacaq və sizə izah edəcəm saxlama qaydası. Mənə necə başa salıblarsa, necə məni izah ediblərsə, mən də tətbiq etdikcə sizinlə video çəkib sizinlə bölüşəcəm. Dəyərli izləyicilər, Allah'a emanet olun. Allah hamd sizdən razı olsun. Mənə dəstək olursunuz. Bəyənməyi unutmayın. Mənə dəstək olun və abunə olmayanlar abunə olsun. Allah'a emanet olun. Ardıcıl videolar olacaq.